Təsəvvür eləyin ki, bir fəlsəfə deyir ki, əgər xəyanətlə üzləşmişsənsə, kişi kimi, sənin bircə yolun var. Qadını dərhal, yəni o an və əbədi olaraq tərk etmək. Nə ikinci şans, nə bir üzr, heç bir müzakirə yoxdur. Bugün, bax sizin bizə verdiyiniz mənbələr əsasında bu kəskin yanaşmanı, bəzən qırmızı həb deyirlər buna, ətraflı danışacağıq. Məqsədimiz sadəcə bu məlumatlar çərçivəsində qalmaqdır. Yəni, bu baxışın məntiqi nədir, nə tövsiyə edir, onu anlamaq. Gəlin başlayaq. Niyə belə qətidir bu fəlsəfə xəyanətə qarşı? Baxın, çünki bu düşüncəyə görə xəyanət elə-belə bir səhv deyil də, bu şeydir, qadının kişiyə olan hörmətinin tamamilə, yəni sıfırlandığının qəti bir sübutu kimi baxılır. Ona görə də bağışlamaq ya da ikinci şans vermək bu kişinin öz dəyərini, öz prinsiplərini, reallıq qavrayışını mənbələrdə buna çərçivə deyirlər, bunu itirməsi deməkdir. Yəni, xəyanəti qəbul etmək elə bil ki, kişi öz çərçivəsini qadınınkına təslim edir və bu baş verən an kişinin cazibəsi də, hörməti də bitir. Bu çərçivə sözü deyəsən çox mərkəzidir burada. Yəni söhbət təkcə prinsiplərdən getmir, həm də o münasibətdəki güc balansından gedir elə. Və bu hörmət məsələsi mənə elə gəlir ki, sizin mənbələrdə başqa bir anlayışla hipergamiya ilə bağlıdır deyilir. Orada deyilir ki, qadınlar təbiətən daha yüksək statuslu partnyor axtarırlar. Necə izah olunur bu? Bəli, bu fəlsəfənin təməl daşlarından biridir, düz vurğuladınız. İddia odur ki, qadınlar instinktiv olaraq, yəni təbii olaraq sosial və ya genetik baxımdan özlərindən üstün, daha güclü, mənbələrdə buna alfa deyirlər də, bax belə partnyorlara can atırlar. Bu baxışa görə xəyanət əslində bir siqnaldır. Yəni qadın ya mövcud partnyorunu artıq ən yaxşı seçim kimi görmür onu, beta kimi qiymətləndirir, ya da kənarda daha alfa saydığı birini tapıb. Çox maraqlıdır. Deməli, xəyanətə bir növ, necə deyim, təbii seçmənin status axtarışının nəticəsi kimi baxılır bu fəlsəfədə. Bəs yaxşı, konkret olaraq belə vəziyyətdə qalan kişiyə nə etmək tövsiyə olunur? Addımlar nələrdir? Tövsiyələr çox aydın və kəskindir. Birincisi və ən əsası, dərhal ayrılmaq. Yəni, heç bir müzakirəyə, bəhanəyə, yalvarışa yer qoymadan olan bitirmək. İkincisi, tam əlaqəni kəsmək, yəni no contact qaydası. Zənglər, mesajlar, sosial media, hər şey bloklanır. Mənbələrə görə bu həm kişinin özünün emosional sağalması üçün lazımdır, həm də qadına çox qəti bir mesajdır ki, sən artıq mənim həyatımda yoxsan. Və üçüncüsü də sakit və soyuqqanlı qalmaq. Sakit qalmaq, yəni heç bir emosiya göstərmədən. Bəli, yəni emosional partlayışlardan, qışqırıq bağırtdan, dramadan qaçmaq, sakit ayrılıq, güc nümayişi, özünə hörmət əlaməti sayılır bu yanaşmada. Başa düşdüm. Ancaq maraqlıdır ki, birbaşa aqressiya, bildiyimiz o ənənəvi cəza yoxdur. Bəs onda xəyanət edən tərəf üçün nəticə nə olur? Yəni, bu cəza anlayışı necə başa düşülməlidir? Əslində, ən böyük cəza elə kişinin həyatından birdəfəlik çıxmasıdır. Amma iş bununla bitmir. Əsas məsələ başqadır. Kişinin ayrılıqdan sonra özünü inkişaf etdirməsi, özü də əhəmiyyətli dərəcədə. Məsələn, idmanla məşğul olmaq, karyerasında irəliləmək, yeni bacarıqlar öyrənmək. Fəlsəfəyə görə, bax, kişinin zamanla daha güclü, daha uğurlu olduğunu görmək əsl cəzadır qadın üçün. Yəni, məqsəd odur ki, qadın nə itirdiyini dərk eləsin. Kişi öz dəyərini artırır və bununla da cəza vermiş olur. Anladım. Bəs əksinə qətiyyən edilməməli olan şeylər nədir? O mənbələrdə deyəsən mavi həb reaksiyaları deyilir bunlara. Hansı davranışlardan çəkinmək lazımdır? Bir neçə klassik səhv var ki, bu fəlsəfə deyir ki, olmaz. Birincisi, yalvarmaq. Qayıtması üçün israr etmək. Bu, ən böyük zəiflik sayılır. İkincisi, qısqanclıq səhnələri yaratmaq, aqressiv davranmaq. Bu göstərir ki, kişi emosiyalarına hakim deyil, çərçivəsini itirib. Üçüncüsü, günahı özündə axtarmaq. Mən nəyi səhv etdim tipli suallarla özünü alçaltmaq. Və ən əsası ikinci şans vermək. Bütün bunlar, necə deyim, beta davranışı kimi görülür və kişinin qadının gözündə o qalan son hörmətini də yox edir. Aydın oldu. Deməli, sizin təqdim etdiyiniz bu mənbələri ümumiləşdirsək, belə çıxır ki, bu fəlsəfə xəyanətə cavab olaraq qisas almaq və ya ənənəvi cəza yerinə kişinin öz dəyərini,
öz hörmətini qorumaq üçün münasibətdən tamamilə qəti şəkildə çıxmasını və bütün fokusunu özünü inkişafa yönəltməsini təklif edir. Əsas mesaj da budur ki, ən güclü cavab tərk edib daha da yaxşı olmaqdır. Yaxşı, əgər bu müzakirə sizə maraqlı gəldisə və gələcəkdə də bu cür təhlillər görmək istəyirsinizsə, o zaman videomuzu bəyənməyi və əlbəttə ki, kanalımıza abunə olmağı unutmayın. Bəs siz nə düşünürsünüz bütün bunlar haqqında? Sizcə münasibətlərdə bax belə fundamental sərhədlər pozulanda ən doğru, ən sağlam reaksiya necə olmalıdır? Fikirlərinizi şərhlərdə yazın, maraqlı olardı bilmək. Və son olaraq, əgər bizim işimizə dəstək olmaq istəyirsinizsə, gələcək araşdırmalarımız üçün, belə deyək, bizə virtual bir qəhvə ismarlamaq istəsəniz, aşağıdakı linkə keçid edə bilərsiniz. Sizin dəstəyiniz bizim üçün həqiqətən çox dəyərlidir. Gələn dərin təhlilimizdə görüşənədək.